Bir nəfərə cavab vermirəm. WhatsApp-na da bax, geri dönüş eləmək fikrim yoxdur. Bu qıssa. Mən xəyanət eləyib. Mənə qarşı səhv eləyib. Sənə deyərəm gülüm. Bağışlamayacağım, onu güldüyüm biləsən. Mənim Teymurdan papağımız adım getsin. Sən sağ verərsən mənə. Çörək yemək istəmirəm. Şolar, bayaq yemək yemişik, indi atışdırıram. Ancaq yiyir. Nə yiyirəm, bir atışdırırım dana. Balıqdır dana, balıq mana qayrandır. Sümüklü ye. Yanında mən sana sümüklüsünü verim, ye. Mən sümüklü yiyəmirəm. Sümüklü yerindən verəcəm, yiyəsən. Bedinə. Gəl. Deyir, bax, burası dal tərəfi sümüklü olur. Bax, burası. Burasında çox sümüklü olur. Yiyirsən, verim, ye. Anam buradadır, indi göstərəcəm, baxarsın. Birinci gün hələ sağlamız var. O kateter çıxardacaq, o zaman baxacaq. Hələ baxacaq. Bu su gəlməsə çıxardacaq. Allah eləsin gəlməsin, tez çıxarsın da, orada qalırsın. Səni narahat edir. Özün de bedene. Burada. Koy hamsalam, hamsını soruşur. Özün salamla. Salam hamıya salam olsun, axşamımız xeyir olsun. Allah hamımızın köməyində olsun. Çok sağ olun güzel sözleriniz için. Ekranımı tıklayın uşaqlar. Anama ne vermişəm? Gələndə nə yedin ha? Gələndə döyüğa verdim. Ondan sonra mən də döyüğa yedim. Sonra getdim biraz mürgülədim, gəldim. Su pişirmişdim onu. Hə, pomidor, ondan sonra pomidor yumurta. Biraz olarak süt verdim, bir de kalan balık süt koydum, yemedim. Yani bu turu yemek değil, turu. Böyle çörek doğru içine yer. Kızdırığım var onunla. Yok. Biz olmayanı oldurduk, el ele verdik. Hamınıza teşekkür ederim, özüm de içinde. Çox şeylərin üstəsindən gəldik. Atan yoxdur, var. Niyə yoxdur? Göstəreyim. O da buradadır. Və bildi ki, anamın döşün birini kəs götürürlər, gəldi dana. Gəldi, mən də onu bağışladım. Göster. Göster. Buna lazım. Kapanmadım, sonra gösteririm. Kapandı gösteririm. İtifti. İtif.
Kira bedni. Eşitdin məni, başım xarab eləmə ha. Bayaq bir dəstəkçinin canına girirəm, canısına girmişəm, bedni. Deyir, bir nəfər sənin mənə keçmiş videolarını atıb. Mənim mənə. Niyə də? Çox sağ olun. Canlıdan sonra yığmayın. Salih gəlir. Paxıllıq eləyirlər, maşallah. Paxıldılar. Çörəklər dizlərin üstündədir. Bəzi insanlar var ki, ona nə qədər yaxşılıq edirsən, elə pissən ki, pis. Hər gün balıq yiyir. Dünən aldığım balıqdan. Bir gün də zəng eləmişlər evlə bağlı. Ay qız, mən bir dəqiqə anam xəstəxanadan çıxıbdı. Bir dəqiqə evimizə kimsə evə baxmağa adam dəvət eləmirik də. Anam sağalıb evinə gedəndən sonra, ondan sonra mən kim istəsə gəlib baxar. İndi yox, indi üzr sayın. Qədirova çox sağ olun. İndi adamın komfortunu bozan mənəm. Çünki o gün evə klient gələndə gördüm. Evə 2 dənə klient gəldi. Anam durur ayağı böyle bir şeyin qabağında. Dedim, az otur ayağa, niyə durursan? Kimsə gələcək, baxacaq, hırlanıb, hellənib, çıxıb gedəcək. Sən kimdən ötər durursan ayağa. Ağrılar var. Ağrı yoxdur, dartılır da tikişlər bitişlikcə. Var idi, bayaq artıq da ağır gələcəkdi. Nəzər döşümdə ağrı var idi. Yox, elə də gücdə ağrı, elə keydir də, elə istənirsən, vurur, ağlar vurur. Deyirsən, sümüklərinə, sinənə, başına. Ödə, ora ağrım var, ağrı başqa yerlərə vurur. Ora keyləçir o an, yenə batılıb, ümün hiss eləmədim orada. Sərsistrayla danışmalıyım. Antibiotik var kiləm. Özəriyən sapla eləyib. Özəriyən saplı yoxsa? Dedi ki, ürəyim üzülür, danışmasan Allah. Ürəyim elə bir çəkir qorsun ona. Bir həftədən sonra şey olasın, qoz kimi. Yəni də 3 günü geridə qoyduq. 3 gün də belə getdi. İritir gəlib keçir ki, bax. Dövlət niyə baxmır ki bu ailəyə? Millət baxır da bizə. Nə olur ki, millətimə qurban olun. Dövlətimə də qurban olun, millətimə də. Millətim bizə köməklik edir. Gözün ağrımı, ışıq keçirəm? Nə düşür gözümə. Durum keçirəm. Çox gözəl həkim. Kəsdilər, əmələ gəlmədi də. Ola bilər, yayılma ola bilər. Ona görə də məcbur idi onu götürməyə. Vallahi əməliyyata gələnlər vardı, xoş xəstəli olurdu, içindən götürüldü.
qayıdıb tikirdi. Mən ötürmüşdüm, həm bədxərclər idi. Uzarsan. Yoxdan çıxdım. Qapını açıb ala girsin. Tərləmişim. Başımdakı şiş də yerindədir heç nə. O da yəqin izlənər. İzlənmə də qutardı. Hər şey qutardı. Da yorulmuşam. Bir-iki aydan sonra MRT verərik. Yerimdə, yurdumda oturacam, evimdə. Nətər olar orada. Bir şey MRT də var. Heç kim də bilmədi ki, bədxəstəlidir. Sual işarəsi. Sual işarəsidir. Heç nə bilmədi. Anam 3-cü dərəcəli bədxəsiyyəli döş xərçəngindən əziyyət çəkirdi. Onun ximyalar almışdıq. Elə bilginən ki, döşüylə bağlı. Prus döşündə ximyalar kiçiltdi xərçəngi. Gedirdik əməliyyata. Prus başını MRT elədik. Başında da 2 dənə şiş çıxdı. Onun başındakını ayırt eləyə bilmədilər nədir. Ona görə döşünü kəsdilər, götürdülər. Bir döşünü, sol döşünü. Ondan sonra da böyle şeydi. Başındakı da hələ sual işarəsi izlənməlidir. Bilinmir nədir. Yəqin xoş xəsəli kripdən zaddan nədənsə mən elə fikirləşirəm. Kripdən zaddan qalıb, başım keçər oldu, konserlərin altında yatdım. Yox, heç nə, mən onsuz da hamısını əvvəldən bilirəm, özüm bilirəm ki, nədir, ölüb, bütün cavablar, hamısını özüm oxuyuram. Bunlar balacadır da, nöqtə fason bir şeydir. Gələcəyinizdən görə nədir. Yaxşı olar, inşallah. Allaha canım bu. Deyir, yazanda alnımıza yazılıb zülümkeş. Allah. Deyir, mən də 10 ildə olmuşam əməliyyat. Şey eləyəcəm də, indi belini əyir, tikişlər şey olduqca. Benim özümdən asıl deyil, əyilirəm. Çünki tikişlər dartırdı, düz tuta bilmirəm. Karsit alacağım bunu. Karsit yazıb da belə. Nəzəri qızı, çox sağ olun. Çox sağ olun. Cebiniz dolu olsun. Teşekkür edirəm. Nəzəri qızı. Siz bizim üzümüzü güldürürsünüz, Allah da sizi güldürsün. Bu yerdə üzümüz güldü. Çox sağ olun. Allah köməyiniz olsun. Allah hürəyiniz olsun. Sağ olun. Allah hamına köməyində dursun. Bütün xəstələr, bütün o xəstəxanada yatan insanlar çarəsiz olurlar, çarəsiz. Bebimin ne yazıb? Azər qızı. Bebimin üzü güldürə verirəm sənə, xoş mənə alışır. Azəri qız çox sağ ol, Allah köməyində dursun. Hər şey mənə bir də maddiyyətə baxır. Çox sağ olun. Köməyində dursun. Cebiniz dolu olsun. Teşekkür edirəm. Əziyyət çəkməyin. Bəs Allah var eləsin. Çox sağ olun. O güllər elə sizin üçündür. Çox sağ olun. Cebiniz dolu olsun Azər Sağ qızı. olun. Bəs də atmayın ta. Əlinizdən gələn elədiz. Allah köməyiniz olsun. Mən elə əməliyyatımdan çıxdım sağ-salamat. Salam, salam.
Çox sağ olun Azər qızı. Təşəkkür edirik. Bu qədər gözəl sözlər yazan var, içində bir dənə nəsə çıxırdı. Olmalıdır da. Çox sağ olun Azər qızı. Həyatda da elədir də. Əziyyət çəkirsən, Allah var eləsin. Öz çörəyini bizlə bölüşürsən, Allah min qat əvəzini versin. Allah min qat geri qaytarsın onu. Amin, amin. Allah xeyirsinə, özünə qismət eləsin. Sağ ol, düşürün. Anam da. Çox sağ olun. Çox çətin yollardan keçdik, keçmədik, anam keçdi. Sizin dəstəyinizlə də, yəni siz köməklik elədiniz. Əslində insana müalicə eləyərsən ki, insan irəli gedər. Müalicələr elədir, amma prosto bu xərçəng xəstəliyi elə şeydir ki, müalicəni geri salır insanı. Prosto əziyyət çəkən anam oldu. Sizin dəstəyinizlə də yenə siz köməklik elədiniz. Yəni imkan pul olmasa mən nətər gedərdim ki, güya əməliyyata, ximyalara iş gedəsi də deyildim. Əsas ximyalarımız çox baha gəlib çıxırdı üstümüzə. Allah əvəzini versin, Allah başınızdan töysün. Xeyrinə evinizə, işinizə qismət eləsin. Xeyrinə. Kartım da burada anketdədir, bu yumru şeyin içində. Neydi? Sizantik. İndi çıxanı əkdirmişik də görək. Əkilmənin cavabı nə olacaqdı? O cavaba ya ximya, yəni akıllı iynə hansısa birini alınmalıdır, ya tabletka mı? İndi onu bir hansısa alınmalıdır. Nə? Əməliyyatdan sonra əkilmənin cavabını Oydu yox. Şeydi. Həkim dedi ki, şu an ağıl ilaç almalıdır. Ondan sonra da bir tabletka yazacağım. Ömrü boyu onu atsın da, yəni həmişə daimi. Məsələn, zobuna görə nətər atırsan, şəkərini ilə nətər vurursan, onda elə də. Əvvəl neçə dərman istifadə edir, indi birində böyrünü artırırsan da. Bir həftəyə çıxır cavab. Yəqin ki, həkim özü bilirdi, o deyəcək bizə. Anama pensiya düzəltdik. İndi bəs uşaqlar, indi mənim anamın döşü kəsilib də. İndi bunun pensiyanı anama 2 illik yazıblar. İndi deyin görün bunu, bu nətər bir, indi 50 sayılır, yoxsa nə sayılır, nə gedir, ümumiyyətcə insanlar vardı. Əməliyyat oldum da, indi o pensiyada dəyişiklik olacaq, yoxsa yox, bəyətdən ximya ilə alırdım, amma indi əməliyyat olmuşam. İndi sən 50 sayılırsan. İndi onu bilən varsa mayasın. İndi ömürlük deyir olacaq. İkinci qrupdur. Sən ikinci qrup alırdın. Yalnız ikinci qrup alırdı. 250 manat da ikinci qrup. İndi 2 illikdir anamın pensiyası. Bəs bu nətər olacaq? Elə qalacaq da ikinci qrup bura bəlkə şeydir, nəsə pul artırılacaq. Adı o deyil, ağlım bir şey kəsmir. Artım da olacaq, nə bilim. Az birinci qrup Allah eləməsin olsun. Yox, heç birinci qrupu istəmirəm, elə ikinci qrupumu artırsalar. O dərəcə məsələsi var da, neçə dərəcə itirib orqanını. Neçənci dərəcə itirib, nə qədər itirib. Bilirəm, anam ikinci qrup kimi alır. Prosto şey soruşduq da sizdən. Yəni, nə sayılır anam, indi nə gedir, ərir gedir, bunun pensiyası nətər olacaq, uzadılır, vaxtı uzadılmır, nətər olur, onu bilək də biz. Yəqin həkimin də bu dəfə epiqız verəcək, indi apar, verək, baxarıq da. 250 manat alıram.
Ama ximiyalardan alırdım da əməliyyat, indi əməliyyat üstünə gələrdi yəqin ki. Biz həkim ödəniş eləməmişik uşaqlar. Aparıb prosta həkimə şirinlik verəcəyik. Biz həkimin pulla eləmir əməliyyatı, pulla da danışmamışıq. Allah canını sağ eləsin. Hələ mən elə bir həkim, yəni yaxşı insanlar çıxdı bizim qarşımıza. Yaxşı insanların da Allah canını sağ eləsin. Deyir 2 ildən sonra yenidən qiymətləndirmə olacaq. Döşündən bağlı. 2 ildən sonra. Və bu bitəndə yenidən. Deyir ömürlük 50 ildir, ikinci qrup pensiya alacaq dövlətdən ömürlük. Onsuz da olan olub, işlərdən getdi, işə gedə bilmədi.